birlikdə, onların dəstəyi ilə zalımızda, idman zalımızda bizim minlərlə tələbələr gəlir. O tələbələrə hər məşqimizin başlanğıcında 10 dəqiqə, 15 dəqiqə bizim psixoloji söhbətlərimiz olur və yəqin ki, valideynlər də izləyir, tələbələrim də izləyir. Hər məşqimizin 10-15 dəqiqəsi pis vərdişlərdən, narkotikdən uzaq durma haqqında danışılır. Yəni, bu bizə birbaşa, biz məşqçilərə birbaşa, yəni bizim çalışdığımız Respublika Komitəsi İdman Rəhbərliyi tərəfindən, Cənubi İdman Klubu Rəhbərliyi tərəfindən tapşırıqlar verilir. Məşqçilərin ilk işi təkcə çempion hazırlamaq deyil, eyni zamanda da gənclərimizi, yeniyetmələrimizi sağlam həyata cəlb eləməkdir. Ona görə də mən Samir Həsənov olaraq çoxlu gəncləri, yeniyetmələri pis vərdişdən, narkotikdən uzaqlaşdırmağından nail olmuşam. Dəfələrlə olub, sizdə yarışlar keçirilib, narkotikaya yox deyək, narkomaniyaya yox deyək. Bu ad altında tədbirlər keçirilir və yüksək səviyyədə, yüksək səviyyədə və bu işıqlandırılıb. Yəqin ki, bu tədbirlərin özünün də xüsusi bir təsiri olur gənclərə. Mütləq, Könül xanım, bizim Gənclər İdman Nazirliyinin rəhbərliyinə, Fərid müəllimə xüsusi təşəkkür edirəm. Bizim Boks Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Biz hər ay belə turnirlər, boks yarışları, indi hər idman növləri var və bizdə boks məşqçisi olaraq yarışlar keçiriləndə ilk növbədə siz də həm siz idman jurnalistisiniz, mən deyirəm ki, siz idman jurnalistisiniz, ümumi jurnalistisiniz. İnsanları və görürsünüz, ən gözəl verilişlərdə maarifləndirici işlərlə məşğulsunuz, Könül xanım. Və mən sizinlə çox tədbirlərdə bir yerdə olmuşam, yarışlarda bir yerdə olmuşam. Siz oradan bilirsiniz ki, sizin övladınız da hətta idmanla məşğul olur. Sağlam bir gələcəyi, sağlam olan bir gənc yetişir. Eyni zamanda sizin övladınız idmanla məşğul olursa, siz də, biz də bilirik ki, idmana gələn Cənab Prezidentimiz həmişə YouTube səhifələrində hamı Cənab Prezidentin çıxışları var. İzləyir ki, idmanla məşğul olan təbii ki, içki içməyəcək, sigaret çəkməyəcək, narkotikdən uzaq olacaq. Biz də bu sözlərdən istifadə edərək, yararlanaraq, Prezidentimizin, Cənab Prezidentin, rəhbərliyin bu sözlərindən yararlanaraq, yarışlarımızda siz bayaq qeyd edədiniz, afişalar asılır. Bu yarış narkomaniyaya yox deyir, narkotika yox deyir, tütünə yox deyir. Təbii ki, sağlam bədəndə sağlam ruh olar deyirlər. Yəni, idmanla məşğul olan bir insan, sağlam olmaq istəyən insan, Azərbaycanın bayrağını qaldırmaq istəyən bir gənc, təbii ki, tütündən, narkotikdən uzaq olacaq. Bəli, tamamilə doğrudur. Çox maraqlıdır. Bax, bu gənclərlə idmançılar